Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün bir mövzuya toxunmaq istərdim. Bir abunətim yazmışdı ki, hündüşka balalarında nədizləri ağ olur. Bu nədəndir, nə verək, hansı dərmanları verək ki, bu hündüşka balalarımız sağalsın. Deməli, əziz izləyicilər, videomuza keçməmişdən öncə artıq dərəcədə sizdən hər dəfə olduğu kimi xahiş edərdim ki, kanalımıza abunə olun və videolarımıza like qoyun. Çünki bir çoxunuz baxsız, ancaq like qoymusunuz. Artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Və keçən əziz izləyicilər mövzumuza. Deməli, hündüşka balılarında bu ağ nədizlərin ağ olmağı, ağ ishal getməyi deməli, çox vaxtı soyuqdan olur. Yəni, hündüşka bilirsiniz ki, istini sevəndir. Siz onları ya soyuğa veribsiniz, ya da belə deyək də, hərdən olur da nəsə pis yem veribsiniz və yaxud yəni, xəstəlik tutub da, indi virus da ola bilər. Bunun müalicəsi, deməli, əziz izləyicilər, bu birinci hündüşkanın yerini, ayağının altını isti eləyirsiniz. İkincisi isə ona oksitetraskilin belə deyərdim, dərmanı yaxşıdır. Ancaq mən həmişə hündüşkalara, yəni hündüşka balalarına daha doğrusu 4 dərmanın qarışığını verirəm. Yəni oksitetraskilin, supervit, bravasiptol və trimerazin. Bu 4 dərmanı baytara deyəndə özü qatır verir. Çünki bir neçə abinəçin belə deyəndə həmişə deyir ki, onlardan nə qədər verək filan beşməkən. Gedirsiniz baytara deyirsə o 4 qarışımın dərmanını verin. Və baytar özü qramla eləyir, 1 manat, 2 manat, 3 manat sizin hündüşkanızın sayından asılıdır. Və o dərmanı qatır verir və gətirirsiniz onun yarım çay qaşığını əgər sizdə çoxdursa, yəni nətər xəstəliyi belə deyək çoxdursa, yəni güclüdürsə, onda bir çay qaşığı tökə bilərsiniz. Yox, zəifdirsə, yarım çay qaşığı sularına töküb verirsiniz, bunu içirlər. Bu onu sağaldacaq. Ancaq ki, yerini isti eləməlisiniz. Yəni, hündüşkanın yeri isti olmadısa, ona nə qədər dərman versəz, onu sağaltmayacaqdır. Hündüşkanı ən yaxşı baxmaq üçün yerini bizə isti eləmək lazımdır. Bir damcı onu soyuğa verdiniz, başlayacaqdır hündüşka balalarınız qırılmağa, ölməyə. Ümumiyyətlə, heç hündüşkanı belə deyim, soyuğa vermək lazımdır. Yəni, elə də olur ki, bir damcı soyuğa verdiniz və yaxud soyuq dəydi onlara, o ciyarlarınızda problem düşdü, istəyirsiniz nə qədər dərman verin, istəyirsiniz nə qədər iynə vurun, nə edirsiniz edin, o belə deyək də, o xəstəliyin qarşısını ala bilməyəcəksiniz. Yəni, hündüşkanın ilk öncə, mən həmişə demişəm, dərmandan da önəmli onun yerinin istisi olmağıdır. Yəni, yerini isti elədiniz, hündüşka heç toyuq düzəsində elə olmur. Yəni, toyuq düzəsindən də güclü olur, yaxşı, belə deyək, xəstəliyə davamlı olur. Əgər yeri isti olsa, yox, soyuq oldu, bir damcı soyuq oldu, o xəstələnəcəkdir. Ona görə yenə deyirəm, yerini isti eləyin. İlk öncə olsun. Nə qədər, hündüşkanın yeri nə qədər isti olsa da ona ziyanı yoxdur. Yəni, hündüşka istini sevəndir. Belə, yəni hündüşkanın yerini istəyirsiniz və sularına da o oksitetraskilin, trimerazin, bravasiptol və supervit 4 dərmanını qatıb verirsiniz və o sağaldacaqdır. Yerini də istəyirsiniz. Bir də əziz izləyicilər, yemini yaxşı verirsiniz. Yemin də ki, mənim kanallarımda var. Süzmə, şüyüd, şəkərli yemi isladısınız, qarışdırırsınız. Belə saqqız kimi yer, o yaxşıdır. Pilusda, belə deyim, o şəkərli yemi eləcə yisələrdə, yəni yaxşısını, təzəsini, təmizini verin, o böyüdəcəkdir. Və təbii ki də, bax, belə göy otluqlara buraxırsınız, otluqlarda, belə deyək, gəzirlər, yeyirlər, o vitamindir. Yəni, bax, hündüşkan baxmaq belədir. Bax, belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda video çəkən paylaşam. Hər kəsə təşəkkürlər, kanallarımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun, videolarımıza da like qoyun. Çünki biri-birindən gözəl, faydalı məlumatlar, həmçinin kitablardan məlumatlar olacaq və kənd yerində gözəl çəkilişlərimiz gəlir, göz oxşayan, yəni çəkib sizinlə paylaşacağım. Sizdən də xahişim odur ki, abunə olasınız və artıq dərəcədə xahiş edirəm, like qoyun. Like qoyun ki, videolarımız inkişaf eləsin. Mən də həvəslə belə gözəl videolar sizinlə
çəkin, paylaşın. Belə. Sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə ayrılım.